Dünya tarixi bəlkə də ilk ən böyük doğum nəzarətini firavunların dövründə gördü. Zalim firavun əsarətində saxladığı xalqların nə malına acıyırdı, nə də canına. Çünki onu ən çox qorxudan bir həqiqət var idi. İbrahim əleyhissalamın oğlu İshaqın nəslindən gələn İsrail oğulları. Onlar firavunun hakimiyyəti üçün təhlükə idi və bu təhlükəni kökündən məhv etmək üçün bir qərar verildi. Amansız, qəddar, vicdansız bir qərar. Doğulmadan öldürmək. Firavunun əskərləri küçələrə çıxır, hamilə qadınları axtarırdı və ana bətrindəki körpələr xüsusi hazırlanmış qamış bıçaqlarla zorla çıxarılıb öldürülürdü. Çünki heç bir ana öz bətnindəki canın öldürülməsinə razı olmazdı. Amma bugün artıq firavun yoxdur. Onun əskərləri də küçələrdə dolaşmır. Bəs bu zülm bitdimi? Xeyr. Sadəcə forması dəyişdi. Bugün analar öz əlləri ilə öz körpələrini həkimlərə təslim edir. Adı da qoyulub abort. İnsanlara elə bir düşüncə aşılandı ki, sanki ana bətrindəki insan sadəcə ət parçasıdır. Hissiz, ruhsuz, mənasız bir ət parçası. Və bu yalanı qəbul edən insan artıq təkcə özünə yox, öz övladına belə düşmən kəsildi. Xaricdə yaşayan bir həkim belə etiraf edirdi. Biz qadınlara heç vaxt ultrasəsə baxmağa icazə vermirik. Çünki biz bilirik ki, onlar körpənin ürək döyüntüsünü görsələr, heç vaxt abort etdirməzlər. Düşünün, ana həkimə nə sual verir? Doktor, o artıq uşaq formasındadır və nədənsə cavab həmişə eyni olur. Yox, o sadəcə ət parçasıdır. Amma bu cavab həqiqətdirmi? Yoxsa vicdanı susturmaq üçün deyilən bir yalandır? Həqiqət budur ki, ana bətrindəki körpə hiss edir, ağrı hiss edir, qorxur, qaçmağa çalışır. Həkimin müəyyən alətləri ona yaxınlaşanda ana bətrində gizlənməyə çalışır. Bu ət parçası deyil, bu yaşayan bir can, bir insandır. Elə isə gəlin söz verək. Söz verək ki, bu cinayəti etməyəcəyik. Söz verək ki, qatil olmayacaq. Söz verək ki, Allahın yaratdığı o məsum cana haqsız yerə qıymayacaq. Və unutmayaq, hər körpə bir ümiddir, bir gələcəkdir və bəlkə də sənin qurtuluşundur.